Bəli, mən Vüsal Kəlbəcəri bu günlərin Azərbaycanımızın qanunlarını qoruyan, hər zaman qanun keşiyində olan və ölkəmizdə təhlükəsizliyi qoruyan orqanları təbrik edirəm. Başda birinci Cənab Prezidentimiz, Ali Baş Komandanımız Cənab Prezidentimiz İlham Əliyev təbrik edirəm. O cümlədən də yerdə olan Daxilişlər Nazirliyini, yəni ondan sonra Daxilişlər Nazirliyini təbrik edirəm. Cənab Vilayət Eyvazoğlu, o cümlədən nazirin müavinlərini və mətbuat xidmətində olan insanlar. Kimlər mətbuat xidmətində? Mətbuat xidmətində Elşad Hacıyev, Cəsarət müəllimi, Nurlan, Toğru, Anar Qafarovu, hər birinin bayram münasibət təbrik edirəm və rayonda olan dövlət yol polislərinin rəislərini və şəhər rayon polis şöbəsinin rəislərini təbrik edirəm. Və polis şöbəsinin rəisləri ilə bərabər rütbəli olan məmurları və kiçik çalış olan insanları da təbrik edirəm. Çünki ona görə ki, qarda, buzda, soyuqda kiçik çalışlar və böyük çalışlar, gizlilər hər biri dövlətimizə xidmət edirlər. Bayram münasibətilə 2026-cı il bu günlərin 17 mart tarixi. Axır çərşənbəniz mübarək olsun. Mən Vüsal Kəlbəcəri hər zaman dövlətimizin qanunlarının yanındayıq, dövlətimizin qanunlarını kim müdafiə edirsə, onların yanındayıq. Əlbəttə ki, mən tənqidçi jurnalistəm, amma tənqidçi jurnalist olmama baxmayaraq, gözəl işlərlə biz təbrik etməliyik. Başda Vilayət Eyvazoğlu, Cənab Prezidentimiz İlham Əliyev və bütün Daxilişlər Nazirliyi orqanında olan insanların hər birini təbrik edirəm. Təşəkkürlər, minnətdaram, çox sağ olun.